Nicat həkim, bilmək istəyirəm ki, insultda da əməliyyatsız beyin qan sızmasını təmizləmək olarmı? Bəli, insult hallarında tromba bağlı bir insultdursa, trombu biz təmizləyə bilirik. Qansızmaya bağlı bir insultdursa, qansızmanın səbəbini aradan götürüb mövcud olan qansızmanın təmizlənməsi üçün müəyyən üsullar var. Bəli. İnsult iki cür olur. Qansızmalı insultlar var, bir də trombozlu insultlar var. Beyinə tromb atır. Tromblu insultda bəli, o trombu biz təmizləyə bilirik oradan. İlk 24 saat ərzində xəstə bizə çatdırılsa, insult keçirdikdən sonra, hər xəstədə olmasa da əksəriyyətində trombu oradan biz çıxardırıq invaziv üsullarla, anjiyo üsulu ilə və yaxud da tromb əridici dərmanlar verərəkdən trombu əridə bilirik. Bu tromblu insultdur. Bir də qansızmalı insultlar var. Onda da damar anevrizma sözünü çox istifadə edir. Anevrizma damarlardakı yaranmış baloncuqlardır. Bu baloncuqlar partladığı zaman onlarda qansızma yaranır. Qansızmalı insultla gələn hər xəstəyə bu cümləni istifadə edirəm. Əgər beyində anevrizmaya bağlı bir qansızma varsa, artıq o qansızlıqdan sonra orada bir iflic və yaxud da müəyyən ölçüdə başqa bir hallar yaranmış ola bilər. Bizim oradakı məqsədimiz o baloncuğu, o anevrizmanı bağlamaqdır ki, İkinci dəfə qanaxma olmasın. İkinci qanaxma artıq ölümcül olur. Ona görə bu xəstələrdə bəli, mövcud qansızma halında biz partlamış olan o baloncuğu bağlayırıq, ikinci bir qansızma olmasın deyə və birinci olan qansızmanın da yaratdığı fəsadın təmizlənməsi, düzəldilməsi üçün reanimasiya həkimlərimiz və beyin cərrahlarımızla bərabər bu xəstələri izləyirik.